Safranbolu turumuz möhtəşəm diyar Gəncədədir. Hara gəlmişik qonaqlarınızda izdihamı görürsünüz. Tort şirniyyat yarışmasıdır. Gedək bizim elə qardaşımız buradadır. Əlifat bəydir. Öz dəstə fərqli olan tort sahəsi, şirniyyat sahəsi sözünü demiş İshak bəydir. Çempionat necə gedir? Yaxşıdır. İnşallah layiq olan aparsın. Nə deyə bilərəm? Buyursun İshak Mazanov. İshak Mazanov 92.6 balla kızıl medalına sahip oldu. Milli şirketlerimiz, çok kreatif. Hatta ben diyerdim, ilçesinde numunelerimizi ben gördüm ki ben sözmesi belasında tekrar eminim ki böyle değil. Hamımızı tecrübelendirdik. Yani şirniyatta o renkleri gördüm. Gəldim. Və gördüyünüz kimi bu da bizim dəyərli tort mütəxəssisimiz Nailə xanımla Gəncədəyik. Möhtəşəm tədbirdə. İnşallah Nailə xanım Safranbolu turu da sizi təşəkkür edir ki, gəldiniz, iştirak elədiniz. Sağ olun. Nə fikirləşdirsiniz? Sizcə kim qalib gələcək? Vallahi mən belə heç nə deyə bilmərəm. Kim qalib gəlirsə uğurlar olsun. Uğurlar bol olsun, xeyirli olsun deyə. İnşallah kim haqqı varsa o da aparsın. Amin. Amin. Təşəkkür edirik. İzləmədə qalın. Safranbolu turu möhtəşəm. Naile İbrahimova. Ve en güzel anlardan biri. Değerli izleyicilerimiz, hal-hazırda Gəncədə çəkilişdəyik. Milli tort yarışmasıdır. Gördüyünüz kimi ikinci qonağımız Umar Xanımdır. Umar xanım, fikirləriniz, sizdə kim qalib olacaq? İnşallah hər kəs əməyi var, hər kəs əziyyət çəkir, hər kəs layiqincə yerini alacaq. Mən nə deyə bilərəm? Vallahi hər kəsin burada göz nuru var, əl əməyi var, hər kəsdən layiqincə öz yerini tutacaq. Hər kəsə uğurlar arzulayıram. Uğurlar, inşallah izləmədə qalın. Değerli bizim Safranbolu turu izləyiciləri. 93.6 balla Umar Mehmet. Tebrik ederiz sizi. Bakın baxırıq. Tebrik ki bütün Sertifikatını çək. Bura bakın. Bura bakın. Əla.
Və budur, hər kəs ödüllərini aldı. Dəyərli Saftra Lotunun izləyiciləri, siz də belə gözəl möhtəşəm tədbirlərdə iştirak etmək istəyirsinizsə, əlbəttə ki, bizi seçirsiniz. Sağ olun, salamat qalın.